uşaqlar, hər vaxtınız xeyir. 7-ci sinif 1-ci hissə ilə davam edirik. Bugünkü mövzumuz bitkilərdə çoxalmadır. Bitkilərin çoxalması üçün əvvəlcə bitkilərin tozlanması lazımdır. Bitkilər də əsasən həşəratla tozlanırlar. Amma öz-özünə tozlanan bitkilər də vardır, küləklə tozlanan bitkilər də vardır. Həmçinin bir çox heyvanlar tərəfindən də tozlanan bitkilər vardır. Məsələn, indi burada şəklə fikir verin. Burada səhləb bitkisi göstərilibdir. Səhləb bitkisi özü əsasən dişi arıya oxşuyur. Yəni dişi arıya oxşadığına görə erkək arıları bu bitki özünə cəlb edir. Yəni erkək arılar bu bitkinin üzərinə qonur. Qonan zaman həmin erkək arıların güclü hərəkətləri çoxlu miqdarda tozluqları silkələyir. Bu tozluqlar erkək arıların bədəninə yapışır və həmin arılar başqa bir artıq çiçəyə qonanda həmin çiçəyi tozlandırır. Yəni tozlanma prosesi arı vasitəsilə, yəni bir həşərat vasitəsilə tozlanma prosesi baş verir. Yəni tozlanma dediyimiz kimi yalnız həşəratlar vasitəsilə baş vermir. Məsələn, burada da qeyd olunub ki, kolibri adında kiçik bir quş vardır ki, bunun uzun dimdiyi var. Onun dimdiyi vasitəsilə də tozlanma prosesi həyata keçirilir. Bir də ki, burada mavi və bənövşəyi rəngli çiçəklər arılar üçün daha cəlbedici olur. Kəpənəklərin bir qismi çox vaxt qırmızı rəngə üstünlük verir. Bəzi kəpənəklər və ya yarasalar tərəfindən tozlanan bitkilər adətən gecə çiçək açır. Yəni ki, gecə çiçək açanlar gecə vaxtı, məsəl üçün kəpənək də olur da, həmçinin yarasa da olur. Bunlar vasitəsilə tozlandırılır. Və onların ləçəkləri parlaq deyil, əksinə şirin və ətirli olur. Milçəklərin tozlandırdığı gəndalaş kimi bitkilər əsasən çürüyən ət iyi verirlər. Belə. Çiçək və onun quruluşuna gəldikdə, çiçək ümumiyyətcə kasacıq, tac, erkəkcik, dişicik və çiçək yanlığından təşkil edilmişdir. Burada fikir verin, çiçəklər tək-tək də ola bilər və qrup halında da ola bilər. Məsələn, əriyin çiçəkləri bir dənədir, yəni tək haldadır. Amma topulqanın çiçəkləri, səhləbin çiçəkləri isə topa formasındadır. Bəs niyə, nə zaman çiçəklər topa formada olur? Əgər çiçəklər xırdadırsa və onlar tək olanda həşəratlar tərəfindən görünmürsə, onlar topa formada olurlar ki, həşəratlar onları daha yaxşı görə bilsin. Belə. Davam edək. İndi gəlin baxaq burada tam çiçəyin quruluşu. Çiçəklər iki cür olur. Tam çiçəklər vardır, natamam. Yəni ki, qeyri-tam çiçəklər vardır. Testdə sizə düşə bilər ki, tam çiçəklər hansı çiçəklərə deyilir? Tam çiçəklər kasacıq, tac, erkəkcik və dişicikdən ibarətdir. Yəni kasacığı, tacı, erkəkciyi və dişiciyi olan çiçəklər tam çiçəklərdir. Bu hissələr xaricdən daxilə doğru yerləşərək dairə əmələ gətirirlər. İndi gəlin çiçəyin hissələri ilə tanış olaq. Birincisi ağızcıq. Ağızcıq ümumiyyətcə dişiciyin hissəsidir. Yəni ümumi kasacıqdır, tacdır, erkəkcik, dişicik çiçəyin hissəsidir. Ağızcıq isə dişiciyin özünün hissəsidir. Dişicik ümumiyyətcə 3 hissədən ibarətdir. Dişicik ağızcığından, dişicik sütuncuğundan və yumurtalıqdan ibarətdir. Baxın, bu sütuncuq hissə taxıl bitkilərində buğdadır, arpadır, çovdardır. Bunlarda olmur. Amma əksər bitkilərdə dişicik sütuncuğu vardır. İndi gəlin baxaq dişicik ağızcığı nədir? Səthi kələkötür olub müxtəlif quruluşdadır. Tozcuqları tutur, onların cücərməsi üçün yapışqanlı və şəkərli maddə ifraz edir. Yəni ki, tozlanma prosesində həmin o balaca-balaca, xırda-xırda tozcuqlar gəlir bu ağız hissəsinə, yəni ağızcıq hissəsinə düşür. Yapışqanlı olduğuna görə həmin tozcuqlar orada yapışıb qalır. İkinci hissə sütuncuq hissəsidir. Nazikdir və uzundur. Üzərində ağızcığı daşıyır. Yəni bunun üstündə gördüyümüz kimi ağızcıq var. Cücərməkdə olan tozcuq borusunu yumurtalığa doğru yönəldir. Yəni o tozcuq borusu o çoxalma dərsində mən sizə izah edəcəm həmin prosesi. Son olaraq da ən aşağı hissədə də yumurtalıq yerləşir. Dişiciyin aşağı genişlənmiş hissəsidir. Daxili boşluğu bir və ya bir neçə yuvalı olur. Burada yumurtacıqlar yerləşir və meyvə də burada əmələ gəlir. Son olaraq yumurtacıq. Yumurtacıq da bu yumurtalığın içində yerləşir. Və yadınızda saxlayın ki, nə qədər yumurtacıq varsa, o qədər toxum əmələ gəlir. Yəni 5 dənə yumurtacıq varsa, bu bitki 5 toxumludur. 5 dənə toxum olacaq. 10 dənə yumurtacıq varsa, 10 dənə. Yumurtalığın içərisində yerləşdi bir və ya bir neçə ədəd olur. Daxilində dişi cinsi hüceyrə, yəni ki, yumurta hüceyrə inkişaf edir. Sonra tac hissə, çiçəyin hissələrindən olan tac. Tac özü müxtəlif formalı və əlvan rəngli ləçəklərdən təşkil olunmuşdur. Yəni ləçəklərin cəmi tacı əmələ gətirir. Yəni 10 dənə ləçək varsa, 10 dənə ləçəyin hamısı və ya 20 dənə ləçəyin hamısı tacı əmələ gətirir. Və iki qat çiçək yanlığının daxili dairəsini əmələ gətirir. Testdə düşə bilər tac, iki qat çiçək yanlığının daxili dairəsini əmələ gətirir. Həm sərbəst ləçəkdə, həm də bitişik ləçəkli olur. Əsas funksiyası həşəratları və quşları cəlb etməkdir. Çünki əlvan rəngdə olur da, qəşəng olur ona görə. Sonra tozluğa gəldik.
Tozluq əsasən iki paylı olub, daxilindəki tozcuq kisələrinin içərisində tozcuqlar yetişir. Yəni erkəkciyin hissələridir. Biz dedik ki, dişiciyin hissələri ağızcıq, sütuncuq və yumurtalıqdan ibarətdir. Bəs erkəkcik nədən ibarətdir? Tozluqdan və erkəkcik sapından təşkil edilmişdir. Tozluqdan və bu tozluqdur, bu da erkəkcik sapıdır. Erkəkcik sapından təşkil olunmuşdur. Tozcuqların yayılması üçün tozluğu uyğun vəziyyətdə saxlayır. Erkəkcik sapının funksiyası budur. Tozcuqların yayılması üçün tozcuğu uyğun vəziyyətdə saxlayır. Son olaraq kasacıq. Ümumiyyətcə yadınızda saxlayın. Kasacıqla tac, kasacıq və tac çiçəkyanlığını əmələ gətirir. Kasacıq və tac çiçəkyanlığını əmələ gətirir. Kasacıq nədir? Adətən yaşıl və ya qonur rəngli kasa yarpaqlarından təşkil olunaraq çiçəkyanlığının xarici dairəsini əmələ gətirir. Tac daxili dairəsini əmələ gətirirdi. Kasacıq xarici dairəsini əmələ gətirir. Gönçənin açılışına qədər çiçəyin digər hissələrini mühitin əlverişsiz təsirindən qoruyur. Əksər hallarda kasa yarpaqları bitişik olur. Son olaraq çiçək saplağı. Çiçək saplağı da çiçəyi zoğa birləşdirir. Genişlənmiş hissəsində çiçək yatağında isə çiçəyin digər hissələri yerləşir. Bəzi bitkilərdə olmur. Belə çiçəklər oturaq çiçəklər adlanır. Əvvəlki dərsdə demişdim, qərənfil idi, aloe idi. Bunlar oturaq çiçəklərdir. Yəni çünki onlarda çiçək saplağı yoxdur. Bir də ki, baxın, bura diqqətli olun. Deyir ki, kasacıq və tac çiçəyin vegetativ hissələri olub iki qat çiçəkyanlığını əmələ gətirir. Yəni iki qat çiçəkyanlığında həm kasacıq olur, həm də tac olur. Dağ laləsi və zambaq kimi bəzi bitkilərin çiçəkyanlığı isə kasacıq və tac hissəyə ayrılmır. Yəni bunların kasacıq və tac hissəsi olmur. Yalnız eyni cinsli yarpaqçıqlardan təşkil olunur. Gəlin ümumiləşdirək. Mən burada nə demək istəyirəm? Əgər kasacıq və tac varsa, bunlar iki qat çiçəkyanlıqlı çiçəklərdir. Əgər yarpaqçıqlar varsa, yəni kasacıq və tac adı orada çəkilmir. Əgər söhbət yarpaqçıqlar deyirsə, eyni cinsli, burada artıq iki qat yox, sadə çiçəkyanlıqlı çiçəklər olacaqdır. Erkəkcik və dişicik çiçəkli bitkilərin çoxalmasına imkan verən reproduktiv hissələrdir. Baxın, burada bu göstərilir. Bunlar əslində çiçəyin sxemidir. Bu sxemi mütləq bilməlisiniz. Ola bilər ki, sizə yəni testdə hətta bunları da sala bilərlər. Yəni belə baxarsınız, başa düşməlisiniz ki, bu nədir də, yəni bu nə deməkdir. İndi baxaq, burada deyir ki, almanın iki qat çiçəkyanlıqlı çiçəyi və çiçək diaqramı. Bu çiçək diaqramıdır. İndi gəlin baxaq, bunlar nədir? Bax, bu qıraqda olan yaşıl hissələr var ha. Bunlar kasa yarpaqlardır. Xarici hissədədir. Biz axı bayaq da qeyd elədik ki, kasa yarpaqlar çiçəyin xarici dairəsinə əmələ gətirir. Bu xarici hissədə olan kasa yarpaqlardır. Yəni mən dedikcə onu qeyd edin. Sonra bu bənövşəyi rəngdə verilənlər, bunlar ləçəklərdir. Yəni tacıdır, belə deyək də, ləçəklərin hamısı ümumi tacı əmələ gətirir. Burada xırda sarı rəngdə göstərilənlər erkəkcik, yəni orada tozluqlar göstərilibdir. Orta hissədə olanlar isə dişiciklərdir. Yəni bunu da belə yadınızda saxlayın. İndi dağ laləsinin sadə çiçəkyanlıqlı çiçəyi. Bax, burada sadə çiçəkyanlıqlı çiçək olduğuna görə mən dedim ki, kasacıq və tac burada olmayacaq. Bax, bu ikisi də var ha. Yəni bu çəhrayı rəngdə olanlar. Bunlar yarpaqçıqlardır. Eynicisi yarpaqçıqlardır. Yəni siz burada kənarda xarici hissədə olana kasacıq, içəridə olana belə deyək, ləçək, tac deməyəcəksiniz. Bunlar ümumi hamısı eynicisi yarpaqçıqlardır. Sonra bu sarı rəngdə göstərilənlər var ha. Bunlar üçü daxildə və üçü xaricdə olan erkəkçiklərdir. Bu orta hissədə də olanlar dişiciklərdir. Bu şəkildə çalışın ki, çiçək diaqramlarını oxumağı bacarasınız. Bu şəkildə. Burada şəkillərə mütləq şəkildə diqqətli baxırsınız və burada öyrəndiklərinizi tətbiq edin. Bu işarələri əzbər bilməlisiniz. Yəni K burada nəyi bildirir? K burada kasacığı təşkil edən kasa yarpaqları, yəni elə bir baş hərfi ilə. Amma yəni bu baş hərfi ilədir, amma əksəriyyəti burada baş hərfindən istifadə edilməyib. Məsələn, C burada tacı təşkil edən ləçəkləri bildirir. P burada yarpaqçıqlardır, sadə çiçəkyanlıqlı çiçəklərdə. A erkəkçikləri bildirir, G dişicikləri bildirir. Yəni ki, bu hərflər nəyi bildirirsə bilməlisiniz. Mötərizə işarəsi bitişik çiçək hissələrini göstərir. Sonsuzluq işarəsi, yəni çoxlu sayda olduğunu göstərir. Adətən 12-dən çox olanda sonsuzluq işarəsi qoyulur. Bu dişi çiçəkləri bildirir, yəni dişi işarəsidir. Bu isə erkək çiçəkləri bildirir. Əgər hər ikisi varsa hermafrodit, yəni ki, bir çiçəkdə həm erkəkcik, həm də dişicik varsa bu hermafroditdir. Hər ikisi var. Sonra burada da görürsünüz ki, müxtəlif çiçək formulları. K burada nəyi bildirirdi? Kasacığı təşkil edən kasa yarpaqları. Deməli, K5 göstərilir. Bu nə deməkdir? Deməli, 5 dənə kasa yarpağı var. Və burada mötərizə var. Deməli, bitişikdir. 5 dənə bitişik kasa yarpağı var. Və hermafroditdir. Qabağındakı işarət, deməli, həm erkəkcik var, həm dişicik var.
C burada nəyi bildirir? Tacı təşkil edən ləçəkləri. Deməli 5 dənə ləçək var və bitişikdir. A nəyi bildirir? Erkəkçikləri bildirir və sonsuzluq göstərib. Deməli çoxlu saydadır. G nəyi bildirir? Burada dişicikləri bildirir. Yəni bir ədəddə dişicik var. Yəni bunları oxumağı bacarmalısınız bu şəkildə. Burada mütləq bir şəkildə tapşırıqlara da baxırsınız. Gələn dərslərimizdə də mən sizə tozlanma bölməsini, çoxalma hissəsində ayrıca olaraq izah eləyəcəm. Sağ olun.